Arada o sual verirlər ki, efrazada çıxanlara ki, əlində imkan olsa ne edərsən, səlahiyyət olsa ne edərsən? Əlimdə imkan olsa, maşın ustalarına çox böyük şərait yaradaram, ligotlar filan bəsməcə. Mən özüm avtolübiteləm. O görə da maşın ustalarının çoxsu ilə münasibətim yaxşıdır, dostluq, yoldaşlıq eləyirik. Amma ona görə yox ki, mənə layal münasibət göstərirlər. Yəni, dünən Şirvan şəhərində bir şeyin dostumun yanındaydım. Gördüm yanında yeni şagird var, uçenik var. Uşağın özü ilə qıraqda söhbət elədim. Ana xəstə evdə, ata rəhmətə gedib. Və yəni bu sentimental söhbət filan deyil, ki, o gözdən yaş axıtmaq üçün deyil. Bu reallıqdır. Bu reallıqdır və Azərbaycanın hər yerində maşın ustaları yüzlərlə elə uşaqlara çörək verirlər. Yanlarında uçenik kimi öyrədib, kömək eləyir onlara, həm sənət öyrədir gələcəyinə ki, bu yetim uşaqlar. Mən özüm də atalı, analı yetiməm. Mən də müəllim balasıyam. Mənim də atam birinci qrup əlil olub. Mən 15-16 yaşım olandan. Və yəni mənim əlimdə imkan, səlahiyyət olsa, maşın ustalarının, avtomobil ustalarının, İminnavoy o şeyin, o yaxşılığın mı deyim, çörək vermək Allaha məxsusdur. Nə bilim, mən başqa bir şey müqayisə eləyəsi bir şey tapa bilmirəm də ki, müqayisə eləyim ki, o yaxşılıqla bağlı. Onlar hərəsi bir dənə, 2 dənə, 3 dənə uşağa sənət öyrədirlər. Yəni, şey eləmirəm deməyə ki, qorxmuram deməyə ki, hələ böyük qardaş olurlar. Allah canımıza deyməsin qardaşlar, var olasınız. Mən vəziyyətimi də bilirsiniz. Yəni, mən bir dənə maşında nəysə iş görəcəyə görə bu söhbətləri demirəm. Hamınız məni tanıyırsınız. Min şükür Allaha, hələ nisyə iş gördürməmişəm. Minnətli iş gördürməmişəm. Hamınızın xətri əzizdir. Bütün bunları sırf o yanınızda hələ özüm kimi imkansız balaların götürüb, sənət öyrədib, çörək verib, gələcəyinə də o acından ölməyəcək. Bitkə çörək pulsunu qazanacaq. Allah halal ruzusu bol eləsin qardaşlar, var olsun.